Bizon Ölkə Kubokunun 4-1 mərhələsinin ilk oyununda Qarabağ səfərdə Şamaxıya məğlub oldu. Oyun sonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavabladı. Azarkeşlərə təşəkkür edirəm. Belə havada bizi tək qoymadılar. İlk oyunumuz idi Kubokda. Çox ciddi nəticə oldu bizim üçün. Cavab oyununa ciddi hazırlaşmalıyıq. Ayxan Abbasovun futbolçularını təbrik edirəm. Məğlubiyyətə səbəb nə oldu? Yaxşı oynadılar. Dumanlı hava haqda fikirləriniz? Heç nə. Görmürdüm o tərəfi. Gözləyirdim ki, nə vaxt bitəcək. Qnalinini müdafiəçi kimi düşünürsüz, yoxsa Winger? Müdafiəçi. Neftçi təxirə salmaya razılıq vermədiyinə görə bu komandanı da qınayanlar var, Qarabağı da. Hər hadisəyə normal yanaşıram. Kiminsə haqlı olub olmayacağı mövzu deyil. Peşəkar Futbol Liqasına müraciət etdik. Məni narahat edən o idi ki, 6 yox, 7-ci gün oynayırıq. Cavab oyunundan əvvəl bir gündə təkən ola bilərdi. Fikir bildirmək istəmirəm. Biz müraciət etdik. Əsasnamədə güzəşt oluna biləcəyi deyilmişdi. Bakıda da demişdim ki, düşünürük. Belə hallar olur. Buna görə kimdənsə küsüb incimək fikrimiz yoxdur. Newcastle haqda fikirləriniz? Bərk komandadır. Qarşısındakı rəqibə şans vermirlər ki, oynasınlar. Onlar da istəkli hazırlaşacaq. Neftçidən negativ cavab gözləyirdiniz. Negativ deməzdim. Sadəcə yox deyiblər. Bildiriblər ki, oynamaq istəyirik. İstənilən komanda bu cavabı deyə bilərdi. Azarkeşlər arasında gedən mübahisədir. Onları başa düşmək olar. Hamı bir-birini tanıyır, hörmət edir. Bizim üçün daha yaxşı olardı. Belə stadionda oynayırıq. 4 gün sonra yenə gələcəyik. Sonra Quba. Newcastle-la məğlub olacağımızla razılaşmırıq. Niyə də sona qədər mübarizə aparmayaq? Belə təklif etdik, alınmadı. Bu yerə çıxmışıqsa mübarizə aparmalıyıq.